Salam, hər vaxtınız xeyir olsun. Bu gün yarpaq hazırladım. Yəni qış üçün bankalıq hazırladım. İstədim hazırlayarkən qısa da olsa sizinlə də video paylaşım edim. İlk öncə yarpaqların hər birisini səliqə ilə üst-üstə yığmışam və saplaq hissələrini də kəsmişəm. Yəni çox uzun olduqda kəsirəm. Və hər birisini təmizlədikdən sonra, saplaqlarını da kəsdikdən sonra bankaları təmiz-təmiz yuyuram. Mənim istifadə etdiyim banka ölçüsü 800 qramlıq bankadır və 4 ədəd 800 qramlıq banka alındı. Yarpağın çəkisi isə 1 kiloqram 300 yarpaq idi. Mən bu 1 kilo 300 yarpağı 800 qramlıq bankaya yerləşdirdim. Belə bankaları hissə-hissə yerləşdirdim. Orta hissəsinə 1 xörək qaşığı duz əlavə etdim. Sonra üst hissəsinə yenidən yarpaqları yerləşdirməyə başladım. Ən son üst hissəsinə yenidən 1 xörək qaşığı duz əlavə etdim. Yəni ümumilikdə bu bankamıza 2 dolu xörək qaşığı duz əlavə etdim. Bankaların içərisinə yarpaqları yığdıqdan sonra belə təmiz-təmiz yudğum çubuqları da belə formada yarpaqların üzərinə qoyuram ki, sonradan yarpaqlar susuz qalıb xarab olmasın. Sonra isə qaynar su üzərinə əlavə edirəm. Hissə-hissə əlavə edirəm ki, tam yarpaqların orta qatlarına da keçmiş olsun. Yəni keçsin suyu içərisinə. Sonradan yoxsa yəni belə formada tökməsəm, sonradan yarpaqlar suyunu çəkər və üzü quru halda qalıb xarab olar. Hissə qaynar suyu hər birisinə yetəcək qədər doldurdum. Qapaqlarını sterilizə etdim və möhkəm sıxdım. Qapağını sıxdıqdan sonra mütləq əlimlə yoxlayıram. Əgərsə qapağınız sızıntı, yəni biraz da olsa, az da olsa qapağına sızıntı verərsə, yarpağınız xarab ola bilər. Onun üçün möhkəm sıxıb qapağını yoxlamaq lazımdır. Artıq yarpaqlarımız hazırdır. Bu günlük bu qədər. Videonu izlədinizsə izləyib, bəyəndinizsə bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.